Salam dəyərli dostlar. Telefonum dayanmadan susmur. Səhifə adminləri, jurnalist dostlar istəyirlər bir məsələyə aydınlıq gətirim. Ona görə bu videonu çəkirəm. Kimə lazımdırsa buradan götürə bilər özü üçün. Aşıq Mübariz verilişlərin birində danışır ki, bir xanım sənətçi Qalinvagen almaq üçün güya Mübarizlə avtosalona gedir. 50 min də pulu çatmır Qalinvagen alanda. Bu dostları avtosalon işlədən uşaqlar deyir ki, xanım Mübarizə xatir bu 50 mini də biz banka salmırıq. Gətirərsən də 5-6 aya. Tamam, ad çəkmədən danışır. Amma məsələnin ikinci tərəfinə gələndə hamı məni təqid edir ki, Afət xanım səni deyirlər. Deməli Mübariz deyir ki, bu xanım sənətçi sonra gedir efirlərin birində bu maşını özünə hədiyyə kimi təqdim elədir. Bir qoluna da Manaf Ağayev girir. Bunun gözünü bağlayırlar. İndi mən Manaf Ağayevlə danışıram. Bayaq deyir ki, axı o veriliş Tolikin verilişində olub o mövzu. Manaf məndən də başqa heç kimin qoluna girməyib. Heç kimin də gözünü bağlayıb maşını gətirməyiblər. Biz ona aydınlıq verdik. Şou yaradılmışdı Tolikin verilişində. İlk dəfə onu Tolik etdi. Şou verilişdi. O maşını mənə heç kim hədiyyə eləməyib. Ona biz açıqlama verdik axı. 50 dəfə demişik ki, özüm almışam öz pulumla. Və biz şoudur da Tolik yaratdı və partlayış etdi. Sonra bir çoxu istədi etsin, alındıra bilmədi. İlk və tək Tolikin verilişində oldu. Onunla da məsələ bağlandı. Gəlirəm ikinci hissəyə. Mübariz, səni yığdım, deyirsən ki, səni nəzərdə tutmamışam, sənin adını çəkməmişəm. Onda bir nümunə göstər. İkinci ilə bir hal yaşanmayıb axı. Manaf demiş, Manaf ikinci başqa bir müğənninin qoluna girib maşın təqdimatı olunmayıb. Deməli, məndən danışırsan. Yaxşı, mən də ad çəkməyib, onda deyərəm ki, bir aşıq var idi, özünə aşıq deyən, aşığın A hərfindən xəbəri yox idi. Sazı göyə atıb janqirliyorluq eləyir toyda. Sazı göyə atıb tutanda sazın dəlindən aldılar, dalına da bir təpik vurdular. Toydan qovdular. Mən də ad çəkmirəm. Mən birinci Qalinvagenimi almışam gənclik ərazisində yerləşən Şəfi müəllim. İkinci Qalinvageni də almışam, yəni gənclik ərazisində yerləşən avtosalondan.